meyxanaçılar savadsızdır, meyxanaçılar belə elə. Sən özün rus sektoru bitirmisən, çox savadlı olansan. Baxır sən meyxanaya kimin pəncərəsindən baxırsan? Pəncərəni təmizləmək lazımdır. Meyxanaçı deyəndə ağla narkoman gəlir. Hamının səhv bildiyi həqiqətlər var. Ezra Seyidcan demişdi ki, meyxanaçılara şeyxanaçılar demişdi. Yəqin onun keyxanası deyə tanıdığı insan var, sırf ona əsinlənib deyib, mənə elə söz deyə bilməz. Ezra xanım sevmir, ucuz musiqiləri sevmir. Ucuz musiqiləri sevmir, biz də məsələn ucuz sözləri sevmir. Bizə və sırf mənim şəxsimdə bir 10 nəfər, 20 nəfər, 30 nəfər meyxanaçıya siz şeir bilmirsiniz nədir, siz söz bilmirsiniz nədir deyən adamın onun yan-yana düzüb söz öyrədərik. Başa salaraq ki, söz ümumiyyətlə hardan başlayır. Sadəcə sənə bir 3-5 nəfər əl salıb, 3-5 nəfər sənə like edib və sən elə bilirsən ki, çox böyük bir ədəbiyyat dühasısan. Mənim olmadığım yerdə mənə döyə də bilərsən. Bizim olmadığımız yerdə biraz danışıq ritorikalarına fikir versinlər. Çünki biz başlasaq, çox adam üçün yaxşı olmaz. Salam, yenidən sizin qarşınızda olduğum üçün özümü çox şanslı hiss edirəm. Bugün bizim qonağımız gənc, istedadlı, mənim yaxın dostum və təbii həmişə rəvan olan meyxanaçı Kərim abi. Xoş gəlmisən Kərim. Salam əleykum, xoş gününüzə gələk inşallah. Təşəkkür edirəm dəvət üçün. Mən təşəkkür edirəm təklifimizi qəbul edib gəldiyin üçün. Necəsən? Sağ olun, yaxşıyam. Siz necəsiniz? Şükür, yaxşı olasan. İşlər necədir ay Kərim? Nə var, nə yox? Yeni işlər, proyektlər. Belə də, durğunluq dövrü yaşayırıq hələ ki. Niyə? Nə bilmə, belə də hələ ki. Yəni oruçluq bitdi də artıq. Orucluq çoxdan qurtardı. Hə də, yəni ondan sonra aslında biraz havalar istiləşəndə daha çox olur. İndi başlayıb havalar istiləşməyə. Görək hələ qabaqda bizi nə gözləyir. Bu meyxanaçılar zadar konsert zad verirlər bəzən. Səni görürəm o konsertlərdə. 3-4 nəfər yığışırlar. Nə bilim, belə xüsusi bir o barədə dəvətim olmayıb, müzakirəm olmayıb. Özün də düşünməmsən, hə? Yox, demək olar ki. İstəyərdin yoxsa istəmirsən ya bir şey? İstəsəm özüm də ondan təşkil edə bilərəm. Yox, istəmirəm. Yəni belə hal-hazırda istəmirəm. Nə mənada istəmirəm? Vaxtım və həvəsim yoxdur. Hə, anladım. Bəs başqa nə işlərlə məşğulsan? Mən ssenarist redaktor olaraq çalışıram. 5 ildir. Yəni başqa məşğul olduğum iş odur. Bir də meyxana deyirəm. Hə. Və Kərim, niyə məhz Kərim abi? Bu sualı bu sual mənə çox verir. Doğrudan bu suala bir neçə dəfə cavab vermişəm. Azı bir 10 dəfə. Bu da 11 olsun. Aha, bizdə olsun. Mən o vaxtı biz Xəzər Lənkəranın tribunasındaydıq. Bizdə bir Kamal abi var idi. Bir də mənə tez-tez uşaqlar Kərim abi deyirdilər. Bir neçə uşaq. Bu da təsadüf eləyir təqribən 2009-10-cu ilə. Belə özümə də qulağıma səsləntisi xoş gəlirdi. Facebookda Kərim Kərimov idi adım. Onu dəyişib eləmişdim Kərim abi. O elə qalmışdı 2011-də falan. Sonra elə meyxana deyirdim. Meyxana deyəndə yarışa çıxdım. Yarışa çıxanda hamının adının qabağında bir şey var idi. Təxəllüs var idi. Hərə bir rayon adı qoymuşdu. Mən fikirləşdim ki, ola bilər mən pis deyərəm. İndi adımın qabağında Lənkəran olsa deyəcəklər ki, o Lənkəranlı uşaq deyə bilmir. Buna görə elə Kərim abi olaraq çıxdım ki, yəni pis olacaqsa da, yaxşı olacaqsa da, yəni pis olsa qoy öz adıma gəlsin. Yaxşı olsa onsuz hamı biləcək mən hardanam. Elə oldu ki, pis yaxşı nəsə alındı. Amma belə Kərim abi olaraq qaldım. İndi bu 50 yaşda falan ola bilsin bu Kərim abi biraz mane olsun ki, 50 yaşda Kərim abi, Kərim dayıday, Kərim əmmi. Və bu vacibdir meyxanaçılarda bu ləqəb söhbəti. Doğrudan nədir bu meyxanaçılarda? Hamısında var. Məncə şairin imzası olmalıdır deyə bir şey əvvəldən var. Bu klassikada şairin imzası olur. Meyxana da bir növ oradan əsillenir deyə hamının adının qabağında təxəllüs var. Amma bir çox meyxana deyən bunu əslində təxəllüs kimi yox, sadəcə özünü təmsilçi kimi göstərdiyi üçün eləyir. Yəni məsələn mən filan kəsəm və filan zonanı təmsil edirəm. Və bu yolla da bir növdə belə şuuraltı bir manipulyasiyadır ki, məni həmin zona dəstəkləsin. Yəni mən sizi dəstəkləyirəm, adımın qabağında siz varsınız, mən dəstəkliyində belə. Amma belə ümumi götürəndə qavram olaraq
təxəllüs şairin imzasıdır. Bu məsələn ola bilər ki, 50 dənə Əhməd adında şair olsun. Bu 50 nəfər Əhməd adında şairi bir-birindən ayırmaq lazımdır ki, bu Əhməd hansı Əhməddir, o Əhməd hansı Əhməddir. Ona görə onların özünün imzası olmalıdır şeirlərində. Meyxanaya necə həvəsin yarandı? Sən belə rus sektorunu da özdə bitirmisən. Belə deyəndə həmişə deyirlər ki, meyxanaçılar savadsızdır, meyxanaçılar belə elə. Sən özün rus sektoru bitirmisən, çox savadlı oğlansın. Mən tanıdığım qədər çox savadlısan. Hə, demək o necə olub? Mən universitetə hazırlaşırdım. Yəni bildiyin hazırlığa gedirəm falan filan, evdə gözləyirlər ki, Kərim universitetə qəbul olsun. Bütün belə yatırımlarını mən eləyiblər. Bizdə Lənkəranda danışıram 10-cu sinifdə oxuyurdum. 10-dan 11-ə keçirdim. Yay ayları 2009-2010. Lənkəranda bizdə çay evi var. İndi onun yuxarısı PlayStation yeridir. Aşağısı çay evi olaraq qalıb. Lənkəranın məşhur çay evi. 10 köpüyədir çay evi. Möhtəşəmdir oranın çayı, yəni ideal. Şəhərin düz mərkəzində, qələdə. Onun yuxarısında kabinetlər var idi. Bir gün oradan keçəndə mən ümumiyyətlə meyxana bilirdim ki, meyxana deyə bilirəm. Necə? Belə də, yəni də belə ritim vurub meyxana deyə bilirəm. Çünki 4-cü, 5-ci sinifdə də meyxana eşidəndə o mənə wow kimi gəlməyib ki, bunu demək olur da. Mən elə bildim əvvəl hamı deyə bilir. Sonra bir 10-cu sinifə 9-a çatanda gördüm ki, yox, bunu hamı deyə bilmir. Belə qəribə qafilələrimiz var idi. Həm girək qol-qola, gedək futbola, belə uşaq tipli də. Elə bilirdik ki, bu meyxanadır. Amma müəyyən bir qavramım var idi. Nəsə, o kabinetlər vardı orada çay evli. Bir gün onun qabağından keçəndə gördüm ki, içəridə meyxana səsi gəlir, belə ritim vururlar. Zər tutursan. İlk dəfə o misranı eşitmişəm özüm. Heç vaxt ona qədər gedim toylarda meyxanaya qulaq asım olmamışdı. Maraqlandım ki, o adamlar kimdir? Mən o adamlarla tanış eləyim. Məni o adamlarla tanış elədilər. Onlardan biri Rüfət Dahi idi. Rüfət Dahinin onda vardı 23 yaş. İndi Rüfət Dahinin var 38 yaşı. 38 yaş, bəli, 38 yaşı var. Rüfət Dahinin 23 yaşı vardı. Elə tanış oldum bununla. Saçım bura qədər uzun. Onlara lap qəribə gəldi ki, bu kimdir? Bu necə gəlib bizim aramıza düşə bilər? Elə tanış oldum. Yavaş-yavaş belə münasibət yarandı. Ağzına baxırdım, söz öyrənirdim ki, onu necə deyir falan. Sonra universitetə qəbul oldum. Universitetə qəbul olandan sonra Bakıda meyxana deyənlərlə tanış oldum. Bir yerdə meyxanalar falan dedi. Orada bir uzun bir xronoloji belə bir yol var. Beləsinə belə düşür, beləsə ziqzaq. Axırda da gəldim bu günləri bax, verilişdə danışıram ki, necə meyxana deyirəm. Amma belə bəlli təcrübə topladığım yer, əlifbasını öyrəndiyim yer Lənkəranda həmin meydan olub. Orada da bizim hamımızın bəhrələndiyi adam Rüfətdir, Rüfət Əsədov, Rüfət Dahi. Orada bizim başqa dostlarımız da olub. Məsələn, Ramin var, buradan Ramin də salamlayıram. Orada Elçin olub, orada İsmət olub. İndi də orada nə qədər cavan uşaqlar var. Bu günlərdə həmin o meydan var. Mən indi Bakıda olsam belə həmin meydan var. Məsələn, Rahib var orada, Həzi var, Təbriz var. O uşaqlar deyirlər yenə meyxana. Amma sən meyxanaçı olsan da universiteti oxudun da. Yəni Alevin də arzusunu yerinə yetirdin də heç olmasa. Qismən. Doktor olmadım. Dedilər ki, bizim uşaq böyüsün, doktor olsun. Bir də oxudum da, amma yəni ixtisasımla bağlı çalışmıram da. Mən turizm otel işlətməsi oxumuşam, amma ixtisasımla bağlı heç bir fəaliyyətim yoxdur. Bəlkə də heç vaxt olmayacaq. Bəs niyə insanlar düşünür ki, bu meyxanaçılar, yəni hamısı savadsız adamlardır, belə tində zadda otura belə özləri üçün deyişirlər. Niyə belə bir düşüncə var cəmiyyətdə? Elə meyxana deyən olub deyə, o meyxana deyəndən baxır, sən meyxanaya kimin pəncərəsindən baxırsan. Sən həmin meyxana deyənin pəncərəsindən baxsan, o meyxana deyənə baxıb bütün sənətə qiymət versin, elə olacaq. Məsələn, bu futbol Singapurda da oynanır, İngiltərədə də oynanır. Sən Singapur futboluna baxıb, futbola ümumi şərh elə verəcəksənsə, sən deyəcəksən ki, futbol bir yaxşı idman növü deyil. Bu nədir? O yarım müdafiə yoxdur. Sən İngiltərəyə baxandan sonra onun necə bir sistematik bir şey olduğunu biləcəksən. Sən meyxanaya Cahankeşdin dediyi pəncərədən bax. Onda olacaq sənin üçün ki, oyda necə bunlar qabiliyyətli, qanacaqlı, istedadlı adamlardılar. Sən hansısa bir X bir meyxana deyək ki, adam meyxana deyə bilir, amma şəxsi həyatına ciddi, məsuliyyətli yanaşmır. Sən onun pəncərəsindən meyxanaya baxanda, sən onu pis görəcəksən. Yəni pəncərəni təmizləmək lazımdır. Yəni sənin pəncərənin çirk olanda sən o biri tərəfi də elə bilirsən ki, çirkdir. Amma əslində o düzgün pəncərədən baxanda elə olur. Yəni biz mən bir başqa verilişdə demişəm. 7-8 min meyxanaçı var. Biz bu qədər meyxanaçını kontrol eləyə bilmərik. Bunun
5 nəfəri yaxşı, 5 nəfəri pis ola bilər. 5 nəfəri məsuliyyətli, 5 nəfəri məsuliyyətsiz ola bilər. Bizim də aramızda məsuliyyətsiz. Bu məsələn pis müğənni də var. Biz pis müğənnilərə baxıb mahnı oxumaq pisdir demirik. Amma halbuki pis müğənni daha çoxdur. Amma meyxanaçılar daha çox məsuliyyətsizdir məncə. Yox, pis müğənni də daha çoxdur da. Yəni Azərbaycanda məsələn 20 nəfər yaxşı oxuyan var, 10 min nəfər pis oxuyan adam var. Bu 10 min nəfərin pəncərəsindən baxıb mahnı oxumaq pisdir demirik. Deyirik ki, bunlar oxuya bilmir. Və biz də deyirik ki, məsələn mən deyirəm ki, sən meyxanaçını müzakirə eləyəndə meyxananı müzakirə eləmə. Bu meyxanaçının şəxsi seçimidir. Məsələn mən Kərim, əgər avaralıq eləyirəmsə, bu mənim şəxsi seçimimdir. Bu mənim özəl olaraq seçim. Bu mənim peşəmə dəxli yoxdur. Mən bərbər də olsam belə adam olacaqdım. Mən zərgər də olsam belə adam olacaqdım. Mən nə olsam bu adam olacaqdım. Bu mənim fitrətim belədir. O adam meyxana deyən olanda deyirlər ki, meyxana belədir. Ona görə fikirləşirəm ki, meyxanaçını müzakirə eləməklə meyxananı müzakirə eləmək ayrı şeydir. Pis futbolçu futbolu pis eləmir. O özü pis futbolçudur. Pis meyxanaçı meyxananı pis eləmir. O pis meyxanaçıdır. Yəni belə bizim yaxşı meyxana deyən dostlarımız həddən artıq çox. Cəmiyyətdə bir də bu şey formalaşıb ki, yavaş-yavaş xilas oluruq ondan çox şükür. Yəni ümid edirəm ki, xilas olacağıq gələcəyinə tamam təmizlənəcək bu fikir. Direkt deyirlər ki, meyxanaçı deyəndə ağla narkoman gəlir. Niyə belə? Cəmiyyət niyə belə bu düşüncədədir? O bilirsiniz necə bilən şeydir? Hamının səhv bildiyi həqiqətlər var. Məsələn, uşaq vaxtı elə bilirdi ki, bu bir şablon ifadədir. Uşaq vaxtı elə bilirdi ki, bütün kitaylar karateistdir. Elə bilirdi ki, hamı karate ilə məşğuldur. Bruce Lee. Bu şeydə də meyxanada da absurd bir yerə gəlib çatır. Çünki birincisi ola bilər ki, meyxana deyənlərin arasında kiminsə zərərli vərdişi olur. Bu da onun şəxsi seçimidir. Nə tərəfdən baxıram? Bir insan zərərli bir maddənin təsiri altında o qədər adekvat söz deyə bilməz bir yerə qədər. Bəlli bir yerdən sonra onun bir sınma nöqtəsi olacaq. Mən onun konkret olaraq necə bir təsir yaratdığını bilmirəm, çünki əhli deyiləm və şükür Allaha ki, ümumiyyətlə bu günləri meyxanada belə bir adam da qalmayıb. Olubsa kimsə bir nə vaxtsa, nə bilim 20 il qabaq, 30 il qabaq kiminsə nə vaxtsa bir zərərli vərdiş olubsa, bu indi hamının adına və ümumiyyətlə bu elə bir dənə bəladır ki, bu günləri Azərbaycanda biz bəzən belə internet resurslarında görürük də kimlərsə gedirlər sağalmağa falan. Bu elə bir dənə bəladır ki, cavanlar neçə cavan ona dadanıb. Onlar hamısı meyxana deyil ki və adamlar var ki, onların iradəsindən zəifdir. Adam var ki, yenik düşə bilir. Adam var ki, düşür bir dənə kuruq deyək də, onun içinə düşür. Orada bir nəfərdən əsilənir, o da ona qoşulur və belə neçə cavanın dünyasının dəyişdiyini də görmüşük, həyatının puç olduğunu da görmüşük, ailəsi dağılan kim, o olan kim, xəstəliyi tapan kim, əbədi. Bunların hamısını görmüşük və onlar hamısı meyxanaçı deyil ki. Bunların arasında meyxanaçı olan da deyirlər ki, meyxana deyənlərin hamısı belədir. Qardaşım, evdə oturmuşam, mənə niyə qatırsan burada? Bir adam o dadanıb sonra, qurşanıb sonra, o da belə xalqımızın düşməni deyil. Bu da insanda o bir bəladır başına gəlib. O bir bəladır. Məsələn, internetdə xəbərlər çıxır da qabağımıza ki, nə bilim, filan yerdən sərhəddən 60 kilo narkotik keçirdən. Onlar da gəlirlər bizim balalarımızı zəhərləyirlər. Hamı güclü xarakterdə olmur. Hamı adam var ki, düşür təsiri altına, yanındakından görür, birindən görür. Düşürlər təsir altına. Gör nə qədər cavan uşaqlar. Mənim neçə tanıdığım adam var ki, belə də qiyabən tanıdığım adam var ki, məsələn məktəbdən tanımışam, oradan tanımışam, buradan tanımışam. O bəlaya düşüb, nə bilim, başına gəlməyən qalmayıb. Biz bu bəlanın kökünü axtarmırıq ki, biz niyə buna yenik düşürük? Bizim bəs cavanlarımız zəhərlənir. Deyir ki, meyxana deyənlər narkoman adamı. Sözü ki, oturmuşam da evdə də. Mən nə üçün belə narkoman olur? Bax biləm mən sən olma. Bəs bu Kəramət Böyükçölün meyxanaçılarına alıb verilməyəcəyi nə var? Kəramət Böyükçöl çoxdan da bizlə işi yoxdur. Bizim də onunla işimiz yoxdur. Onun da özünə görə həqiqətləri var. O öz həqiqətləri ilə qalır, biz öz həqiqət. Belə də, yəni insandır da, onun o bizim düşmənimiz deyil, biz onun düşməni deyilik. O da bu xalqın bir övladıdır. Biz də bu xalqın bir övladıyıq. Ola bilər ki, fikirlərimiz üst-üstə düşməsin. O başqa pəncərədən yanaşsın, bu başqa pəncərədən yanaşsın. O da inanıram ki, ürəyində istəyir ki, hər şey yaxşı olsun. Biz də istəyirik. Ola bilər ki, bizim yanaşma metodumuzla onun yanaşma metodu üst-üstə düşmür. Amma biz hər iki tərəf öz həqiqətlərimizdə qalırıq. İşimiz yoxdur heç kim. Çoxdan da bizdən iş yoxdur. Allah razı olsun. Başqa söhbətlərə bizdən iş yoxdur. Bu yaxınlarda bir də Elza Seyidcahan
onu da çox şey eləmirəm. Elza xanım Seyiddir. Elza Seyidcan demişdi ki, meyxanaçılara şeyxanaçılar demişdi. Bəzi meyxanaçılar hətta fikirdə bildirdi bununla bağlı. Bəziləri sustu. Çox dəyərli bir sənətkardır əslində. Gözəl bəstəkardır, gözəl müğənnidir. Yəni bəzən biraz cəmiyyət onu o yazdığı şeirlərlə daha çox şeydir ki, bu belə adamdır, elə adamdır. Adamın bəlli bir ciddi məşğul olduğu tərəf də var. Yəqin onun keyxanası deyə tanıdığı insan var, sırf ona əsinlənib deyib, mənə elə söz deyə bilməz. Yəni sadəcə 1-2 nəfər. Ola bilər də, yəni bu əgər mən yanılmıramsa o belə ucuz tipli musiqilərin üstündən demişdi. Hə, demiş ki, meyxana deyirlər bir bəstəkar olaraq onun musiqiyə şərh verməyə haqqı var. Biz ondan heç bunun belə polemikasına gedə bilmərik. Çünki adam işinin əhlidir, ciddidir. Söz olaraq, şeir olaraq bizlə o polemikaya gedə bilməz, amma yenə də o yəqin ki bilir kimə deyib. O bizim bildiyimiz adamlara o sözü deməz. Hə, Elza xanım sevmir. Ucuz musiqiləri sevmir. Ucuz musiqiləri sevmir. Biz də məsələn ucuz sözləri sevmirik. Səncə meyxana ilə ədəbiyyat nə qədər bağlıdır bir-biri ilə? Baxır adamına görə dəyişir də. Əgər o adamın ədəbiyyatla meyxana deyən, həmin o meyxana deyən adamın ədəbiyyatla bir əlaqəsi varsa, özünü ədəbiyyat dünyasında bir hiss eləyirsə, ədəbiyyatdan nəsə oxuyursa, o illa ki oradan oxuduğun meyxanaya da daşıyacaq. Meyxana bir insanın zəkasında olan şeyləri qafiyəli şəkildə demək tərzidir. İki insan qarşılaşırlar, bir-birlərinin bir növ təqzib sənətidir də. Sən deyirsən, o inkar edir, o deyir, sən inkar edirsən, belə bir debat yaranır qafiyə üstündə. Sənin beyninin içində nə varsa odur. Əgər sən ədəbiyyat oxuyursansa, sənin ağzından çıxacaq söz də ədəbiyyata dönəcək. İstər-istəməz bu hiss olunacaq. Ədəbiyyat oxuyan adamla ədəbiyyat oxumayan adamın dediyi meyxananı birinci ağzını açan kimi bilmək olur ki, bu adam kitab oxuyur, bu adam oxumur. Yəni zəkan beyninin içi nə qədər dolu olsa, sənin improvizasiyan o qədər gözəl olacaq. Bir də ruhən deyən adamlar var ki, məsələn bir şey yaşayıb, bir şey başına gəlib və ya bir şeyə şahid olub, bir filmi görüb, onu nəzmə çəkə bilən adamlar var. Buna da baxırsan ki, bu adamın ruhu incədir. Bu adamın içində anadan gəlmə ədəbiyyat var. Ancaq belə bir əlaqə yarana bilir. Amma konkret olaraq bütün meyxana deyənlərin ağzından çıxan meyxana ədəbiyyatı şeyi yoxdur. Yəni bu yanlışdır. O sadəcə qafiyəli söz deyir. Yəni belə bir xüsusi bir şey eləmir. Meyxana istedaddır, yoxsa doğuşdan gəlmə bir istedaddırmı, yoxsa sonradan öyrənilə biləcək bir şeydir? Sonradan öyrənilə biləcəyinə inanmıram. Çünki yoxlamışıq, öyrədə bilməmişik. İstedaddır. Sırf onu belə anında hiss eləyib, ölçünü belə. Orada bəlli bir ölçü var. O ölçünü hiss eləyib düz eyni qaydada xəttkeş kimi demək istedaddır. Sadəcə istedadını nə qədər gəlişdirəcəksən o məsələsi var. Məsələn bir adam tutaq ki, yaxşı bir rəssam ola bilər. Uşaqlıqdan istedadı var, rəngləri tanıyır, əli əsmədən şəkil çəkə bilir. Amma bu onu inkişaf elətdirməsə 30 yaşında artıq gəlib natürmort çəkməyəcək də məsələn. Yəni çəkə bilməyəcək. Amma bu potensialını gərək inkişaf elətdirəsən. Yəni inkişaf elətdirən meyxana deyənlər avtomatik olaraq bəlli bir yerdən sonra hiss olunur ki, bu adamın istedadı var və istedadının üstündə əziyyət də çəkib. O əziyyəti istedada qatanda daha bir gözəl bir şey çıxır ortaya. Hə, düzdür. Sənə görə Azərbaycanın gəlmiş keçmiş, belə deyim də, rəhmətə gedənlər daxil, gəlmiş keçmiş ən güclü meyxanaçısı kim olub? Bir nəfərin adını çəkməlisən. Stabil bir xətt üstündə 17 il heç şkalası aşağı düşmədən meyxana deyən Rəşad olub, Rəşad Dağlı. Belə statistik olaraq da dediyi sözləri də improvizasiyasında nəzərə alsaq Rəşad Dağlıdır. Yaşayan. Belə yəni çox istedadlı meyxanaçımız var. Bəzilərinə həyat imkan verməyib, dünyadan tez köçüblər. Bəzilərinin başına gələn hadisələr falan filan onları meyxanadan zaman-zaman qopardıb, biri dünyasını dəyişib, biri xəstəlik yüzündən belə. Bilmək olmazdı ki, onlar da çox yaşasaydılar və ya o başlarına hadisə gəlməsəydi, meyxana ilə hansı şkalaya gəlib qalxacaqdılar. Onların bir taleyləri elə gətirib ki, qopmalı olublar. Bu xəttdən, bu qatardan ayrılmalı olublar. Rəşad Dağlı
2001-ci ildə çıxıb ilk dəfə Degəlsinə 16 yaşında. Ondan bir neçə il sonra da artıq əməlli başlı onun karyerası başladı və bu 2022-ci ilə qədər davam edib. 2022-ci ilə qədər adam demək olar ki, heç vaxt aşağı şkalada meyxana demir. Ən pis şkalası düz xətt olub. Ancaq yuxarı və düz xətt var. Bunu təkrarlayan meyxanaçı olmayıb. Bu qədər il, bu uzunluğunda il təkrarlayan olmayıb. Yəni deyirəm də, yəni elələri olub ki, dünyadan köçüblər, başlarına iş gəlib. Bəlkə bundan daha yaxşısını təkrarlayardılar. Amma faktiki olaraq əlimizdə statistik olaraq Rəşad Dağlı meyxananın hələ ki ən yaxşı meyxanaçısıdır. 50 il sonra bilmək olmaz necə olacaq. Bir də bu meyxanaçıların həyatı biraz belə necə deyim, qalmaqallı olur, macəralı olur. Nədən irəli gəlir bu? Çox dəlisovdular, çılğındılar. Yəni nəyə görə? Yox, belə bir şey deyil. Sadəcə bizi çox müzakirə eləyirlər. Bir adamı nə qədər çox müzakirə eləsin, o qədər onun hər aktivitəsi gözünə batacaq. Sadəcə məsələn o qədər bizdən də bəlkə çılğın olanlar var. Bizdən də macəraçı həyatı olanlar var. O qədər gündəm deyirlər. O qədər gündəm olsalar bəlkə onlarda da fərqli olar. O qədər bir sakit həyat yaşayırıq. Məsələn, mən çox sakit həyat yaşayıram. Mənim heç bir qalmaqalda falan heç bir yerdə də yox. Sən yoxsan da. Məsələn, fikir vermişəm ki, sən bəzi proqramlara dəvət edəndə, qalmaqal istəyəndə başqa meyxanaçılara dəvət edirlər. Yəni başqa meyxanaçılar 2 nəfər, 3 nəfər. Amma meyxananı müdafiə etmək lazım gələndə sən çağırılır. Bu nədən irəli gəlir? Sən daha mı savadlı olmağından, daha mı natiq olmağından ya fikirlərini daha səlis mi ifadə etməyindən irəli gəlir? Nə, bəlkə də elədir, bilmirəm. Yoxsa qalmaqal sevmirsən, yaratmırsan ona görə mi? Burada özündən razılıq kimi olacaq deyəcəyim hər cümlə. Ya dedə, indi özümüzük. Görünən daha nə bələdçi. Var bizim aramızda da elə uşaqlar var ki, çox yaxşı çıxıb danışa bilərlər. Pərviz Arifdir, sənsən. Tək mən deyiləm. Cahangir də danışa bilər orada çox yaxşı. Mənlə orada Baba Qədirli olub. O da bu şeydə belə rahat öz fikirlərini ifadə edə biləcək adamdır. Bizim çox belə dostlarımız var. Bayaq dediyim kimi, məsələn, Fariz Zeynalov çox yaxşı danışa bilir. Mənim ustadım Rüfət çox yaxşı danışa bilər belə. Ruslan bir neçə verilişdə çox yaxşı, natiq şəkildə özünü, belə özünü ifadə edən adamlar var. Sadəcə mən biraz belə debat eləyə bilən adamam, bəlkə də ona görədir, bilmirəm. Yəni belə xüsusi bir don geyindirmirəm ki, niyə məni dəvət edirlər. Ya məni də bir 3 ildir dəvət eləmirlər. Əslində dəvət elədilər. Niyəsə bilmirəm, vaxtımız alınmadı, necəsə getmədim. Bu təqribən bir il yarım, bilmirəm hara dəvət eləmişlər, yadımda qalmıyor. Bir il bundan qabaq. Belə yəni mən o axırıncı bütün verilişlər hamısı 2000 orada olan axırıncısı 2023 olmalıdır. Ya 22-dir ya 23-dür, belə bir şeydir. Yəni 2 ildir getməmişəm, olmamışam. Niyə dəvət eləmirlər? Yəni nə əcəb? Həmin o müzakirəyə qoyulmur axı. Gərək o müzakirəyə qoyulsun ki, məni də dəvət eləsin. Qoyanda da məncə qalmaqala daha çox ehtiyac duyurlar. İndi kanallar qalmaqal eləyəsi adam deyiləm də. Yəni mən deyim, o desin, o da getsin evdən bir dənə beləncə video çəksin. Ay dostlar, mən belə demişdim. Sonra da sən bir dənə çək TikTokda. Sonra barışsınlar. Sonra barışırlar bir də bir dənə şəkil. Mən narahat adamam elə şeyə. Yəni mən belə istəyirəm ki, istər-istəməz sən də danışacaqsan, o da danışacaq. Onun dediyi bir dənə söz səni sevən adamların xətrinə dəyəcək. Sənin dediyin bir dənə söz onu sevən adamların xətrinə dəyəcək. Bir də baxacaqsan ki, rəydə nə bilim, yəni biz hamımız bu xalqın övladıyıq da, nə boyda bizim problemimiz ola bilər ki, biz bir-birimizə elə qıraq. Sən öz fikrində qal, mən öz fikrimdə qalım. Mənim deyir, sənin azadlığın, mənim azadlığımın bitdiyi yerdə başlayır da. Biz belə hərənin öz hüququ var. Sənin haqqların mənim haqqımın sərhədində başlayır, bitir. Mənim haqqım sənin haqqımın sərhədində bitir. Hərəmiz öz. Mən sənin özəl ərazivə girmədən, sən mənim özəl ərazimə girmədən bir-birimizin haqqında fikir deyə bilərik. Məsələn, sən deyə bilərsən ki, mən meyxananı bəyənmirəm. Mənim üçün meyxana mənə xoş deyil falan filan. Hətta kiminsə dediyi bəndi tənqid edə bilərsən. Amma sən deyə bilməzsən siz sənətkar deyilsiniz. Sən burada artıq girdin meyxananın içinə. Sən artıq meyxanaya şərh verdin. Bir var ki, mən deyirəm ki, caz bəyənmirəm. Bir də var ki, deyirəm ki, siz musiqi bilmirsiniz nədir? Bu başqa-başqa şeylərdir. Burada artıq girdim onun içinə. Cazı bəyənməyə bilərəm, qulaq asmıram cazı. Öldürməyəcəksən ki, mən.
Meyxana qulaq asma, əcəb versən qulaq asma. Mən də qulaq asmıram meyxanaya. İstəsən sənə qoşulum deyim ki, mən də qulaq asmıram meyxanaya. Ölümün dünyanın axırıdır ki, amma sən gəlib girən deyəndə ki, siz bilmirsiniz söz nədir. Burada artıq bizim səndən toqquşma yerimiz yanır ki, necə bilmirik söz nədir. Dünən idi deyəsən. Və deyirəm də, yəni bizə bəzən şey edirlər ki, belə onlar bilmir şeir nədir. Onu deyən adamlar məni çox yaxşı tanıyırlar. O adamlar heç vaxt məndən üzbəüz gəlib söhbət edə bilməzdir. Burada məsələn qoy elə desinlər ki, Kərim özündən razıdır. Buradan da deyirəm. Bizə və sırf mənim şəxsimdə bir 10 nəfər, 20 nəfər, 30 nəfər meyxanaçıya siz şeir bilmirsiniz nədir, siz söz bilmirsiniz nədir deyən adamın onun yan-yana düzüb söz öyrədərik. Başa salaraq ki, söz ümumiyyətlə hardan başlayır. Ona ümumiyyətlə sözün tərifini verərik. Bunu efirdə eləməliyik ki, o adamın eybi açılmasın. Adını da çəkmərəm. Amma otuzdurarıq bir dənə bəlli bir yerdə sözün tərifini açarıq ona ki, sən ümumiyyətlə gəl bir bəri görək, sən ədəbiyyatla hara kimisən, haracansan. Biz kimisə rəzil rüsva eləmək istəmirik. Amma bəzi adamlar, bəzi insanlar elə bilirlər ki, bizim haqqımızda çox rahat danışa bilərlər. Mən bunu belə güc müstəvisindən danışmıram, oturarıq deyirik. Qəti belə adam deyil. Elə ədəbiyyatdan bir çay süfrəsində ona başa salaraq ki, ümumiyyətlə sən hələ ədəbiyyatın əlifbasında qalmısan, sadəcə sənə bir 3-5 nəfər əl salıb, 3-5 nəfər sənə like eləyib və sən elə bilirsən ki, çox böyük bir ədəbiyyat dühasısan. Bizlə heç kim bizi aşağılayacaq formada söz müstəvisində söhbət edə bilməz. Biz yaxşı bilirik söz nədir, ədəbiyyat nədir, bəlli bir adamlar və bu dediyim şeylərin bizim hörmət elədiyimiz ədəbiyyatçılara dəxli yoxdur. Sadəcə çıxıb haqqında onlar nə bilir şeir nədir, onlar nə bilirlər söz nədir, onlar nə bilirlər poeziya nədir deyib aşağılayıcı tərzdə bizim haqqımızda söhbət edən adamlar bizlə üzbəüz gəlib söhbət edə bilməz. Xahiş edirəm bizim olmadığımız yerdə, mənim olmadığım yerdə mənə döyə də bilərsən. Bizim olmadığımız yerdə biraz danışıq ritorikalarına fikir versinlər. Çünki biz başlasaq çox adam üçün yaxşı olmaz. Sən həmişə meyxana aləmini ümumiyyətlə çox müdafiə edirsən. Bəs meyxanaçılar arasında birlik var səncə? Yox. Heç vaxt olmayıb bu, hə? Yox, bu niyə belə bir şey olsun? Hərə öz bazar payına şərikdir. Hərə bir elə bir sənətkardır özü üçün. Dost olan meyxanaçılar var, 3-5 nəfər. Amma ümumi belə deyək ki, biz bir qövmü belə pərçimlənmişik bir-birimizə. Bu yalanı danışa bilmərəm. Belə də hərə öz işindədir, öz gücündədir. Amma bəzən elə bir problem olur ki, yəni meyxanaçılar belə deyim də, loru deyirlər, girirlər bir-birinə. Halbuki ikisi eyni tərəfdədir, hamısı eyni tərəfdədirlər. Bəs bu nədir bu qarşılar? Vallahi mən onları heç ümumiyyətlə bilmirəm, başa da düşmürəm. Heç mənim müzakirə predmetim olmur belə şeylər ki, yəni o yenə deyirəm də, onlar meyxanaçı olaraq bir-birinə girmirlər. Onlar insan olaraq bir-birinə girmirlər. Onların problemi meyxananın hansısa bir problematik tərəfini sağaltmaq deyil ki. Orada şeydir ki, sən niyə belə elədin? O da deyir ki, sən niyə belə elədin? Burada artıq şəxslər danışır. Egolar artıq. Onların peşəsinin bura heç bir dəxli yoxdur. Başqa sayıdan olsa, yəni eyni şeydir onsuz da. Bəs meyxanaçılara fikir vermişəm bəzi, hamısına yox, bir-ikisini. Keçən gün qarşıma çıxdı. Niyə meyxanaçılar belə bəzən gedəndə axrana ilə falan gedirlər? Yəni buna ehtiyac varmı? Yox, orada biz axrana ilə, mühafizəçi ilə gəzmirik. O necədir? Yəni görmüşəm valla. Mən deyim də, o konsertdir, Balalinin məclisə girişidir, yanında 2 nəfər adam var. Onu təşkil ediblər. O təşkilatçı, o bir tədbirdir, o toy deyil. Bu bir tədbirdir. Əməlli başlı biletlə, i-tiketdə bilet satılıb ona. O rəsmi bir tədbir olub. Sadəcə meyxananın konteksti məhəllidir. Məhəlli də deməyək, meyxananın konteksti daha çox belə xalqa yaxındır deyə. O da belə gedib Crystal Hall kimi yerdə keçirilməyəcək. O elə səthi, düz yerdən keçirilir ki, yəni hamı bir yerdə də belə teatrımız da belə biz yan-yanayıq da. Yəni meyxana deyən yuxarı səhnə. Biz həmişə yanaşı otururuq bizi dinləyən adamdan. O gəlib bizim yanımızda stəkan qoyub çay içə bilir, nə bilim. Və belə də biz bir yerdə otururuq. Biz beləsini görüşük. Gəl belə qulağıma mənim söz deyib ki, nə olar bu sözü dinəndə. Biz o qədər belə yaxın otura bilirik. Orada da olur ki, bəzən meyxana deyənlər bir məclisə girəndə onu sevən adamlar,
onunla şəkil çəkdirmək istəyən, onunla söhbət eləmək istəyən, onu uzun zamandır axtarıb tapa bilməyən, görə bilməyən qapının ağzında bir sıxılıq yaranır, dayanıb onunla söhbət edirlər. Yəni o bizim seçimimiz olmuyor. Biz heç bir toya mühafizəçi ilə getmirik. Orada təşkilatçı onu eləyib ki, yəni o meyxana deyən rahat gedib səhnəyə çata bilsin. Balelin özəl axranaları deyil də. Yox, növbəti Baleli yəni heç elə adam da deyil ki, yanında adam gəzdirsin ki, məni qoruyur. Mən də fikirləşirəm ki, niyə də? LeBron James zaddır, yəni Messi'dir. Biz yəni vallah o Balelinin belə o müdafiə eləmək kimi çıxmasın. Yolda görəndə əl eləyin, saxlayacaq maşını düşüb görüşəcək də. Yəni o elə adam deyil. Ümumiyyətlə yanında mühafizəçi gəzdirsin. Sadəcə o tədbirdə təşkilatçının yəni təşkil etdiyi bir şey olur. O yəni o nə oldu? Bir dənə həmin görüntü var. 50 mindən tüm hər gün toyda olanda başqa görüntü var. İnsanlar bu müzakirə eləyir deyə. Yox. O görüntü elə onu o günləri dünən bax dünənləri ya sabahı onu bir taksidə gedirdim. Bir taksi sürücüsü də mənə dedi ki, siz bəs mühafizəçi ilə gəlsiniz. Dedim ki, baxda mən taksidə gedirəm də belə mühafizəçi ilə gəzən adam olar. Yəni elə deyil. Ya belə deyil. O sadəcə bir görüntü, belə bir yanlış bir fikir formalaşdırıb. O bir dənə də həmin tədbir. Ola bilər ki, məsələn sabahları nə bilim bir deyəcək məsələn Heydər Əliyev sarayında bir tədbirdə bir meyxanaya da bir yer verirlər. Orada ola bilsin ki, meyxanaçı çıxanda yanında bir adam onu verərlər ki, təhkim eləyərlər ki, sən bu yanında dayan, çox belə basırıq olmasın. Bu bizim insanlardan qaçdığımız anlamına gəlmir. Biz vallah qaçmırıq da yəni. Gedib bir inzivaya çəkilmirik də, gedirik elə hamının oturduğu yerdə otururuq. Toyda da belə 50 nəfərdirsə, 100 nəfərdirsə, 300 nəfərdirsə, yeyəcəndə hamı ilə əl-ələ görüşüb gedirik. Kərim, sən özün şeir yazsan, yoxsa? Yazıram. Hələ yazsan. Bəs kitab çıxarmaq niyyətin var? Mənim əslində özəl olaraq özümün kitabım var. Sadəcə belə cəmiyyətə açıqlamamışam. Yəni şeydə public deyil, özümündür, şəxsə var. Düşünmürsən bəs cəmiyyətə? Onlar nə vaxtsa düşünürəm, amma hələ ki yox. Fikirləşirəm ki, mənim üçün hələ tezdir. Mənim hələ öyrənməli olduğum şeylər də var. O qədər də sadəsiniz. Bəli. Kərim, Xəyyamı niyə xilas eləmək mümkün olmadı? Həyat elə gətirdi. Xəyyamın Allah rəhmət eləsin, Xəyyam çox dəyərli sənətkar idi. Mənim yaşım azdı. Onlar məndən yaşla böyüdülər. Və onların özünün bir, yəni Xəyyamgil meyxana deyəndə bəlkə məktəbə getmirdim. Yəni bizim aramızdakı yaş o qədər çoxdur. Mənə düşməz oradakı baş verən hadisələri şərh eləmək. Sadəcə həyat elə gətirdi. Çünki Xəyyamın rəhmətə getdiyi gündə artıq Xəyyam həmin günü, hansı gün ki Xəyyamı torpağa dəfn elədilər. Xəyyam əgər yanılmıramsa həmin gün təyyarəyə bileti belə var idi ki, o getməli idi, əməliyyat olunmalı idi xaricdə. Sadəcə qismət qədər belə gətirdi zamanı. Bəs meyxanaçılar məsələn birləşib əvvəl daha tez onun üstünə düşsəydilər, həll etmək olardı bu məsələni? Bilmirəm, yenə də deyirəm ki, orada baş verən hadisələr biraz belə hər şeyi düzəltdi də, meyxanaçılar əlindən gələni elədi, o həmin maliyyə falan tapıldı. Onun yaxın dostları özləri amma gec oldu da, gec tapıldı. Sadəcə həyat elə gətirdi. Yəni adam torpağa getdiyi gün əməliyyat olunmalı idi. Həmin gün dəfn olundu. Qisməti oymuş. Allah rəhmət eləsin, Xəyyam çox dəyərli sənətkar idi. Çox IQ-su olan adam idi. Mən Xəyyamla çox görüşə bilməmişəm həyatda, bir 5 dəfə, 10 dəfə bir yerə gəlmişik. Amma bizim bir ortaq marağımız var idi. Biz ortaq söhbətlər edə bilirdik. Xəyyam mənim üçün Qurtlar Vadisinə baxan idi və bir neçə dəfə baxmışdı. O qədər incə detalları orada görə bilirdi ki, bəzi adamlar var belə Qurtlar Vadisinə baxana belə yuxarıdan aşağı baxırlar ki, siz Polad ölmür. Yəni biz çox yaxşı bilirik ssenari işi necə olur, film necə olur. Bir rejissor qədər bilməsək də, ən azından sən özün izləyicidən bir izləyicinin fövqündəyik ki, hər şey necədir. Burada çox yaxşı detektiv xəttlər var. Xəyyam onları çox incə detallarına qədər bilirdi. Məsələn, mən özüm çox baxmışam Qurtlar Vadisinə. Birincisinə 13 dəfə baxmışam. Xəyyam orada mənə elə detal dedi ki, bir dəfə baxdım ki, oyda, yəni mən ona o qədər baxıb o yerin qaçırtmışam. İntellektual adam idi, şair idi, ruhunda musiqi var idi. Heyf ki, həyat ona aman vermədi ki,
daha çox aramızda qalsın. Allah rəhmət etsin. Yəni Allah çox rəhmət yaxşı etsin. istedadlı adam idi. Hə. Bütün meyxanaçılar ümumiyyətlə nə bilim çox erkən yaşda, məsələn Vüqar Biləcərdə Allah rəhmət eləsin, vəfat edirlər. Bəlkə də sən demiş, gözümüzün qabağında sadəcə onları olur. Ona görə. Ümumiyyətlə ölümün yaşı biraz cavanlaşır. Mən istəmirəm belə ölümdən danışaq. Vüqar Biləcərin həyatdan köçməsi ümumiyyətlə mənim üçün çox ağrılı olub. Çünki biz ona pərəstiş eləmişik. Vüqar Biləcər belə şok effekti yaradıb da Vüqar Biləcərin ölümü. Yəni təəssüf ki, ölümün yaşı cavanlaşıb. Sadəcə bizim gözümüzün qabağında belə meyxanaçı da rəhmətə gedir, müğənni də rəhmətə gedir, rəssam da rəhmətə gedir, şahmatist də rəhmətə gedir. Bizim Vüqar Haşimov. Hə, bizim o inşallah. Şahmatistimiz idi, o da dünyasını dəyişdi. Olur da belə, yəni təəssüf ki, heyf ki, cavan adamlar aramızdan köçürlər. Buna bir müdaxilə eləyə bilmirik. Yəni insan oğlu deyir, hər şeyə çarə var, ölümdən başqa. Təəssüf ki. Allah rəhmət etsin. Doğrudan da nə bilim. Kərim, inşallah subay sənlər ki, inşallah ailə quranda istəyərsən oğlun meyxanaçı olsun. Yəni elə bir istedadı olsa, həvəsi olsa, marağı olsa. Mən bacardığım qədər oğlumun, övladımın seçimlərini belə qabağına sərhəd çəkməməyə çalışaram. İstəyirəm ki, öz seçimini eləsin. Amma dünyaya gələndən valideyn bəlli bir xəttlə elə bir yol qoyur ki, yönləndirir. İnanmıram ki, onu meyxanaya tərəf yönləndirim. Niyə? Niyəsi o deyil ki, meyxana pisdir. Meyxana əziyyətli bir şeydir. Burada baş çıxartmaq, biraz belə gecə saat 3-də 4-də evə gəlmək. Mən ona çox istəyirəm ki, məsələn, övladım futbolçu olsun. Gözüm futbolçu olmaq istəyib, ola bilməmişəm. Bu bir də belə bir instinktiv bir şeydir. Atalar həmişə özlərində olmayan şeyi, özlərində eləyə bilmədiyi şeyi istəyirlər ki, oğlunda eləsinlər. Çox istəyirəm ki, övladım futbolçu olsun. Nəzərə alsaq ki, Azərbaycanda futbol bu günlər elə də çiçəkli günlərini yaşamır. Təəssüf ki. Bəlkə bizim vələd nəsə eləyər. Amma ki, belə əgər özü bəlli bir yaşa çatıb meyxanaçı olmaq istəsə, onun qabağına həmin o sərhəddi çəkmərəm. Amma onun yaxşı, nümunəvi insan olması üçün əlimdən gələni eləyərəm. Mən çalışaram ki, hansı sahədə olursa olsun, yaxşı nümunəvi adam olsun. Pis adam olmasın. Ziyan verməsin. Ola bilər ki, o bütün cəmiyyətə xeyir verə biləcək bir adam olmasın, amma əsas qavram odur ki, ziyan vermə. Birinci ziyanxor adam olma, qalanını düzəldərik. Çalışaram ki, hansı sahədə olursa olsun onu dəstəkləyim. Belə bir xüsusi belə seçimlərinə belə qarışmır. Çox qarışmır. Sən özün də yaxşı futbol oynayırsan deyəsən, hə? Oynamışam, orada indi oynaya bilmirəm. Lənkəranda, hə? Oynamışam, cavan vaxtı, lap belə uşaq vaxtında getmişəm. Bizim o Namiq Qarayev vardı, Allah rəhmət eləsin, bizim məşqçimiz idi. Ora gedirdim. Sonra mən qopdum futboldan. Belə gəldim. Amma hələ də Xəzər Lənkəran fanatısın. O heç. Zəif damardır. Mənim Xəzər Lənkəran mənim üçün yəni bir qırmızı xəttdir də. Çox darıxıram Xəzər Lənkəran üçün. Yuxuda belə görürəm. Gedirəm, məsələn, bizim o stadionda oyunlar olur. Məsələn də belə Xəzər Lənkəranda əvvəl oynamış uşaqlar bir komanda yaradırlar, oynayırlar. Bəzən gedirəm, onlara baxıram, o nostalgiyanı yaşamaq üçün ki, belə, amma çox darıxıram. Yəni Xəzər Lənkəran, inanmıram ki, yəni Azərbaycanda bir futbol komandası üçün mənim kimi darıxa biləcək bir 50 nəfər var. Yəni mən çox ciddi şeydə Xəzər Lənkəran üçün darıxıram. Yəni mən bildiyin yəni belə məsələn gecə yatmamışdan qabaq girib məsələn Xəzər Lənkəran köhnə videolarını tapıb oturub baxıram. Yəni bu mənlə Xəzər Lənkəran arasında olan bir şeydir. Çox istəyirəm ki, Xəzər Lənkəran qayıtsın. Mənə görə Azərbaycan futbolunun günəşi cənubdan doğur. Biz olanda mən demirəm ki, biz Azərbaycan ən titullu komandası olmuşuq, belə uğurlar gətirmişik. Amma biz olanda Azərbaycan futboluna bir maraq gətirirdik. Bir intriqa var idi, bir Lənkəran deplasmanı var idi. Hamı bizim Xəzər Lənkəranla oyunu gözləyirdi. Bax, necə olurdu həmin vaxt? Bu futbol, mən biraz danışacağam bunu. Xəzər Lənkəran olanda, məsələn, Bakıda bu sözümü heç kim kəsib eləmir. Heç kim də inciməsin bu sözümü. Xəzər Lənkəran olanda necə olurdu? Məsələn, o vaxt Olimpik Şüvəlan vardı. Sonra Azal oldu o komanda.
İndi bilmirəm ümumiyyətlə o komandanın fəaliyyətinin adını nəyə dəyişiblər. Çünki Azərbaycan çempionatını elə dərindən izləmirəm. Xəzər Lənkəran Olimpik Şüvəlan kimlə oynayırdısa oyunları havayı idi. Xəzər Lənkəran oynayanda bilet satırdılar. Çünki biz gəlirdik oyuna. Azarkeş gəlirdi oyuna. Biz Xəzər Lənkəran harda oynayırdı, sonra gəldik. Qalan oyunlarda havayı idi. Niyə havayı idi? Çünki heç kim gəlmirdi. Söhbət sırf Olimpik Şüvəlandan getmir. Məsələn, Xəzər Lənkəranla Inter oynayırdı o vaxt. Şəfa stadionunda. Inter sektorundan havaya girdin, Xəzər Lənkəran sektoruna bilet alıb girmişəm. Bu olub fakt. Mənim yadıma gəlir. Şəfa stadionu indi o dəyişib adı onun. Interlə Xəzər Lənkəran oynayırdı. Interin sektoruna havaya girə bilirdin. Xəzər Lənkəran sektoruna bilet alıb. Eyni stadiona. Eyni stadiona. Bəli, bunun mən şahidi olmuşam. Mənə gəlib dedilər ki, məsələn, adi paltardaydım. Mənə qayıtdılar ki, Inter Azarkeşdənsə buradan havaya gir. Dedim, o nətər olur da mən Xəzər Lənkəran oradan 3 manata bilet aldıq dedi. Biz Azərbaycan futbolunda bilet satırdıq. 2004-cü ildə Xəzər Lənkəranda 10.000 bilet satırdı. 1 manatdan 2005-ci ildə 15.000 bilet satırdıq. 2005-ci ildə bu Azərbaycan futboluna biz gəlin gedək komandamızı dəstəkləyək. Bizi məsələn elə rayonlar vardı ki, o vaxt 15 il bundan qabaq icradan deyirlər ki, gedin komanda rayonun oyunu. Lənkəranda heç vaxt elə şey olmuyor. Biz özümüz gedirdik. Bazarda məsələn saat 6-da oyun idisə, saat 3-də bazarda bütün yerlər bağlanırdı Lənkəranda. Hamısı Xəzər Lənkəran oyunundaydı. Biz komandamızı sevirdik. Biz Xəzər Lənkəranı Azərbaycanda mənim məsələn dayım danışır ki, o Xəzər Lənkərandan qabaq da bir Xəzər olub. O vaxtda da cəmaət elə gəlirmiş futbola. Bizdə yəni bu Xəzər Lənkəranla sevgi yaranmayıb. Lənkəranda bizim gedib özümüzün öz komandamızı dəstəkləmək, onu belə. Yəni məsələn Lənkəranda meyxana olanda 5000 adam, 4000 adam gəlir ona baxmağa. Bizdə həmin o ajiyotajlı şeyləri dəstəkləmək, o tədbirlərdə canı könüldən iştirak eləmək. Çox qəşəng şeydir bu. Bizim o sevimli komandamız getdi. Bundan qabaqçı bir dənə verilişdə demişdim ki, yəni kimdirsə bu bizim komandamızın məsul şəxsi və Mübariz müəllim bizim komandanı sulara qaytarın. Əgər buna belə bir imkan bacarıq siz, yəni bu kim eləyə bilirsə, çox darıxır. Çox darıxırıq Xəzər Lənkəran üçün. Heyf ki, mənim əlimdən bir şey gəlmir. Yəni mənim kapasitem ancaq burada danışa biləcək qədərdir. Yəni amma Xəzər Lənkəranın qayıtmağını çox istəyirəm və çox möhtəşəm bir şeydir. Xəzər Lənkəran olanda Lənkəranda nə qədər sırf elə Xəzər Lənkəranın özünün bazasında o komandanın içində işləyən nə qədər adam var idi. Yəni Xəzər Lənkəran dağılanda yüzlərlə adam da işsiz qaldı. Stadionun özündən tutmuş o bazası falan filan. Nə qədər Lənkəranlı uşaqlar var idi. Onlar belə futboldan belə başlı-başına qaldılar. Məsələn də belə getdilər o belə pərakəndə düşdülər hərəsi bir yerə. Onların karyerası da belə bəlli bir ondan çox belə ziyan gördü. Halbuki məsələn Elnur Cəfərov vardı. Mənə görə o Azərbaycanın ulduzu ola biləcək adam idi. Amma olmadı. Xəzər Lənkəranda parlayırdı. Sonra Xəzər Lənkəran olmayandan sonra belə yetim qaldılar uşaqlar elə bir futboldan. Yəni belə sən çox uzaqlaşdırdın mövzudan, sən bu adamları mövzulara yatsan. Lənkəran cəmaatı Lənkərandır, Lerikdir. Bu tərəflər ümumiyyətlə meyxananı da çox sevirlər. Bəli, Masallı, Lənkəran, Astara, Cəlilabad. Çox o zonalarda daha çox maraq var. Hə də biz belə yığışırlar belə. Çempionlar Liqası olur da. Mənə çox dəvət eləmirlər. Mən çox az iştirak edirəm Lənkəranda toylara, mənə çox az dəvət edirlər. Bilmirəm vallahi. Yəni yəqin ki, bilmirəm də bəyənmirlər ola bilsin dediyim meyxananı, ya meyxanda seçdiyim mövqeyi, ya da kimsə oradan mənim o toylarda iştirak eləməyimə mane olur. Olur da elə şeylər meyxançılar arasında da olur. Meyxançılar yox, meyxana dinləyən adamlar olur, belə kuratorluq eləyirlər, gəzirlər. Hə, ortada. Ki böyürdə başlayır. Nə edirsən Kərimə? Bir də nə edirsən Kərimdən sən toydan ola bilirsən. Hətta YouTube'da fake profil açırlar. Vallahi o da var. O heç həmişə olur. Nə edirsən Kərimi deyib adamı belə həmin o məclislərdə neyə bilər, amma mənim üçün belə şeylər az fərq edir. Lənkəran mənim dəyərdir, böyüdüyüm torpaqdır. Mənə toya çağırsalar da, çağırmasalar da, tədbirlərində iştirak eləsəm də, eləməsəm də mən Lənkəranı sevirəm. Bəs meyxana aləmində bugünə kimi getdiyim bütün məclislərdə də Kərim, başına gələn ya da yadında qalan ən maraqlı hadisə nə olub? Mən ilk dəfə heç vaxt verilməyən sual verdilər və adətən belə suallar vermirlər. Bilirlər ki, falan kəs niyə belədir? Başıma gələn ən maraqlı hadisə nə olub?
Məclisdə, toyda, meyxana dediyi yerdə. Çox belə, nə bilim. Fikirləşə bilərsən, düşün. Yəni, məsələn, deyim, birinci dəfə idi Rəşad Gillə məclisə düşmüşdüm. Rəşad Dağlı, Vüqar Biləcəri, Orxan Lökbatanlı, Pünhan o biri tərəfdə idi. 2017-ci il sentyabrın 18-i Üzeyir Azbəyovun doğum günüdür də həmin günü. Oradan yadımda qalıb sentyabrın 18-i. Güclü komanda olub amma. Bu bir tərəfdə tutmuşduq mən, Rüfət. Bilirsiniz hansı toydur? Vüqar Biləcərinin səsi batıb orada. Hə. Səsi batıb. Deyir ki, boğulsam da deyəcəyəm. Deyəsən, baxmışam mən ona. Hətta yəni, məsələn, bu yerlərinə kat edib o yerdən kadr da qoya bilərsiniz. Bilmirəm, sizin bu verilişinizdə, bu konseptdə bu şey var yoxdur. Deyir ki, boğulsam da deyəcəyəm. Hətta orada biraz belə Rəşad Dağlı ilə Nizat Mənalının biraz belə sözləri də çəp düşür. Həmin toyda nə oldu? Rəşad Gil bir qafilə tutublar o tərəfdən. Mənim dostum var, Orxan Abbaszadə. Da sala bilirəm Orexəni. Mənim köhnə dostumdur, uşaqlıq dostumdur. Bir 25 ildir dostluqda biz yəni o məni ən çox tanıyan adam odur. Yəni məni dünyada ən çox tanıyan adam odur. O mənim belə qızdırmamın dərəcəsinə qədər bilir. O da gəlib toya baxmağa. Masallıda, Boradigahdadır toy. Toy gedir. Orxan bir də mənə mesaj yazdı ki, niyə demirsən? Deməli nə oldu? Mən çox təzə başlamışam meyxana deməyə. Yəni toylara çıxıb meyxana deməyə. 6-7 aydır başlamışam və dərhal məni gətirib atıblar Çempionlar Liqasının 4-də. Mən nə oldu? Mən o qədər bu adamlara YouTube-dan baxmışam ki, həmin dövr üçün. Rəşad Gil meyxana deyil, mən başımı beləcə qoymuşam. Balet eləyirəm. Rüfət belə deyir, baxıram beləcə Rüfətə. Rüfət bir dənə bənd dedi. Oradan Vüqar Biləcəri cavab verir. Mən sən demə bir 10 dəqiqədə meyxana demirəm. Sadəcə bəndlərə o qədər YouTube-dan baxmışam onlara, fərəstlik eləmişəm ki, meydançanın içinə düşmüşəm. Yadımdan çıxıb ki, burada mən də meyxana deyənəm. Artıq demək lazımdır. Orxan mənə mesaj yazdı ki, nöş demirsən sən sakit-sakit oturmuşsan. Çatdı mənə ki, oydu, mən meyxana deməliyəm. Ona görə gəlmişəm. Hətta onun kadrlarını tapıb göndərə də bilərəm sizə ki, mən necə orada beləsə oturmuşam. Baxıram ki, zor, əla, super. Oradan da dedik, qəşəng. Qabağımda mikrofon var, mikrofona da dəymirəm. Sən demə elə olmamalıymış. Sonra dedin axırı? Sonra dedim. Sonra yadıma düşür ki, demək lazımdır da artıq sən. Kadrlar tapsın, atla bizə. Maraqlıdır. Var. Orada belənçin oturmuşam belə. Ki, baxıram ki, deyil. İnşallah gül kimi deyir də mən. Doğrudan bir anlıq o belə adamın gözü yol çəkər. Elə qapılmışam ki, qulaq asam. Nə qəşəng bomba bənd. O Kərbəlayı qəşəng cavabı belə gedib özümdən gəlmişəm. Bir hardasa təqribən bir 7-8 dəqiqə davam edib orada. Sonra mən o mesajla ayıldım. Orxanın mesajından ki, denə. Bilmirəm Orxan yadında qalıb qalmıyor, amma o mesaj məndə qalıb o bir telefonda. Kərim, o hələ də cəmiyyətə çıxartmaq istəmədiyin kitabından deyim də hələ ki. Bizə bir şeir oxuya bilərsən? Bir dənə oxuyaram. Bir dənə oxuyacam. Mən telefondan oxuyacam da. Əzbər yadına qalmır. Yox, yadımda qalmır. Yaddaşım çox pisdir və mən həmişə incidir. Yarı yolda qoyur yaddaşım. Yol yorub qəlbimi, yollar kimi qəlbim yorulub, getməyib badə, ümidlə bu zərif badə dolub. Neçə dildən dilə düşmüş qədim aşiqlər olub. Mən o aşiqlərin hazırda dilindən keçirəm. Qum qədər dərdi olan üçün adı var səhranın. Bağrımızdan başına kül səpəri dünyanın. Mənə hicran odu qum yanğısıdır sevdanın, günəş ovcumda məşəqqətli çölündən keçirəm. Göy üzün yarmaq olar yarın üzün görmək üçün. Bir gülüş bəsdir ölümsüz bir ömür sürmək üçün. Ona cənnət bağı mislində huzur vermək üçün. Mən ətək çırmalayıb qorxu selindən keçirəm. Qaytarıb sevgi çox insanı uşaq yaşlarına. Bənzər aşiq sinələr qanlı məzar daşlarına. Məğlub olmaq diləyim vardı qılınc qaşlarına. Bir qoşun dərdi yığıb həsrət elindən keçirəm. Sanki ay parladı, doldurdu qaranlıq yolu nur. Üzü mənalı şeirdir, içi şəfqət dolu nur. Bir dəyirmanda ki məzmunluğum isbat olunur. Xırda daşlar kimi Leylanın əlindən keçirəm. Çox qəşəngdir. Belə. Çox təşəkkür edirəm. Kərim, çox qəşəngdir doğrudan da. Təşəkkür edirəm, çox sağ olun. Minnətdaram. Kərim, çox sağ ol ki, doğrudan gəldin, təklifimizi qəbul edib gəldin. Çox maraqlıdır səninlə söhbət eləmək. Belə həyatda da olsa maraqlı səninlə söhbət eləmək. Çox sağ ol, təşəkkür edirəm. Tamaşaçılar da görsün sənin maraqlı söhbətləri istədim. Təşəkkür edirəm, çox sağ ol. Mən təşəkkür edirəm gəldiyin üçün. Mən də təşəkkür edirəm sizə dəvətə görə.
Belə də xidmətinizdəyim hər zaman. Çox sağ ol canım, var Teşekkür olasan. ederim, Çox sağ ol. Sizə təşəkkür edirəm əziz tamaşaçılar, amma sizlə sağollaşmadan öncə onu qeyd etmək istəyirəm ki, bizim dostlarımız var, Forum Baku Telegram səhifəsi. Əgər bir işə ehtiyac duyursunuzsa, işçiyə ehtiyac duyursunuzsa və yaxud da hər hansı bir tanışlığa ehtiyac duyursunuzsa, Forum Baku Telegram səhifəsinə müraciət edə bilərsiniz. Mən də sizlərlə sağollaşıram, amma bu həftəlik hələ ki. Təşəkkür edirəm. Bu həyatda kim olursunuz olun, nə ki olursunuz odur, əsas odur özünüz olun. Görüşənədək.